60 yaşında qadın xəstə, gördüyünüz üzrə bu çanaq oynanlar, çözümlər əziyyət çəkir. Elə Yürüməkdə əziyyət çəkir. Neçədir belə vəziyyətdən? neçə ildir o, 2 aydır. 2 aydır bu şəkildə ağrılar gedir. Amma əvvəl gəzirdim. Güləşən xanım, necəsiz? Çox yaxşıyam. Yaxşı olasınız həmişə. Həkimlə dünyalar qədər razıyam. Allah köməkçisinin, özünün, bütün o kollektivin, mənim qulluğumda duran bütün kollektivin Allah canını sağ biləsin. Onlara ən gözəl can sağlığı arzu edirəm həyatda. Amin. Bax, siz elə bir ay bundan öncə bu çanağın endoprotezləşməsi əməliyyatı keçirmişsiniz, düzdürmü? Bax, gələndə nə şikayətləriniz vardı? Xırda olaraq istəyərəm. Gələndə demək olar ki, heç barmağımı tərpədə bilmirdim. Ayaq barmağımı tərpədə bilmirdim. Neçə illik əziyyət çəkirdiniz? 4 il demək olar əziyyət çəkirdim, amma 2 ay dəhşətli əziyyət çəkdim. Bax, bizi izləyirlər hal-hazır. Onun ağrısı necə bir format olur? Yəni, necə bir ağrı verirdi? Bax, siz... Onu mən düşmənə də arzulamaram. Elə bir ağrı idi. İndi əməliyyatımızdan artıq bu çanaq əməliyyatından bir ay keçir. Bir ay keçir. Özümü rahat hiss eləyirəm. Dururam öydə çayımdır, yeməyimdir. Hər işi da heç kəsi özümə kömək çağırmıram, qoymuram. Gələndə hətta normal sizin qolunuza girmişdi. Mən gördüm, yeriyə bilmişdim. 2 qat qalmışdım. Bu günləri nə? Bir ay keçir, artıq keçir, rahat yerik. Görsən, neçə vaxt ayaq üstəyəm, heç şikayətim yoxdur. İndi inşallah işləyən adamam, işimə də çıxacağam. Həkimimə can sağlığı arzulayıram, onun köməkçisinə həmçinin. İndi gəlin sizin yeriməyinizi çəkək. Bax, insanlar onu soruşurlar ki, istər 14 gün keçəndə, bir ay keçəndə pasiyentin yerişini göstərin. Mən bu günləri bu çanaq əməliyyatına bir ay keçib, xanımımızın yerişini sizlərə göstərim, dəyərli dostlar. Buyurun, yavaş-yavaş mənə doğru gəlin. Ay maşallah, həmişə necə deyərlər, üstündə. Təzdən mənə gəlin, sonra da çönüb arxaya gedin, zəhmət olmasa. İndi arxaya qaydın. Ay, sağ olun. Gəzəndə, edəndə ağrılarınız falan varmı? Yox da, yox. Yəni qorxuram. Balaca insə. Aha, bizdən də bir çox soruşurlar. Bir dənə siz oturmağınızda çəkimsin. Bax, hal-hazırda canlı bu çanaqda deyirlər, oturanda çox əziyyət verir. Bax, hal-hazırda Güləkinə xanım əyləşir. Bax, real özünüz görürsünüz dostlar. Necədir? Ağrı falan? Ağrı yox. Allah şəfanızı versin. Sağ ol. İnşallah bir 2-3 ay sonra təkrar sizdən gələndə bir video çəkəcəm. Ondakı proses daha da gözəl olacaq inşallah. Onda da qaça-qaça çəkərik. İnşallah. Sağ olun. İnşallah. Sağ olun.